Hörmətli Azərbaycan xalqı və cənab prezidentimiz fövqəladə halların Daşkəsən rayonunda gətirib 2 sakinə qurduğu 2023-cü ildə qurduğu palatka vətəndaşlara baxmayın ki, illərcə dözdüyü bir hala, ancaq bu fövqəladə hallarda qurulan palatka dözə bilmədi. 3-cü ilində yatdı, görün nə günə düşdü. Bu devlətimizin malıdır. Biz istəməzdik ki, bu palatkalar bu cür ziyan görsün. Ancaq məmurlar nə vətəndaşların, nə də devlətin malına dəyər vermədiyi üçün, baxın, nə bizim evimiz, nə də 2023-cü ildən qurulan 2026-cı ilin mart ayının 9-udur ki, bu palatkalar artıq tab gətirə bilmədi, qara soyuğa uçdular. Baxın və qərar verin. Biz artıq tükəndik. Mən Məmmədova Vüsalə Qabil qızı, Daşkəsən rayon sakini.